Şübhəsiz qardaşlar, kəlmə-i şəhadət İslamın şərtlərindəndir, ən birinci şərtidir və bu barədə heç bir ixtilaf yoxdur. Ancaq şəhadət kəlməsində qəsd edilən, onun mənasını təsdiq etmədən sadəcə tələffüz etmək deyil. Bugünkü zındıq murciyə, cəhmiyə dəvətçilərinin iddia etdiyi kimi, insanlar mənasını bilmədən, tələbini bilmədən, o kəlmənin onlardan nə tələb etdiyini bilmədən, bu kəlmə haqqında heç bir təsəvvürləri olmadan, quru-quru la ilahə illallah deməklə müsəlman hökmü verirlər. İbn Rəcəb rahimehullah buyurur ki, ancaq şəhadət kəlməsində qəsd edilən, onun mənasını təsdiq etmədən sadəcə tələffüz etmək deyil. İnsan yalnız kəlmə-i şəhadəti təsdiq etməklə İslam'a girdiyi bilinən bir məsələdir. Quru-quru tələffüz etməklə deyil. Muhammed bin Cəfər bin Zübeyir rahimehullah və sələfdən bir sıra elm əhli şübhəsiz Allah qatında din İslamdır ayəsində zikr olunan İslam kəlməsini tövhid və təsdiq olaraq təfsir etmişlər. Yəni şübhəsiz Allah qatında din İslamdır, yəni şübhəsiz Allah qatında din tövhiddir. Kimin tövhidi yoxdursa, onun bu dindən heç bir nəsibi yoxdur. Kim tövhid əhli deyilsə, o adam nədir? Şirk əhlidir, müşrikdir. Çünki iki növ insan var, muvahid, müşrik. Üçüncü bir qism yoxdur. Kim muvahid deyilsə, kim tövhid dinində deyilsə, o şirk dinində olan bir müşrikdir.